Bismillahirrahmanirrahim canlı. Salam aleyküm, bir otur, hoş gelmişsin. Eləyirəm. Çayım için idi, onu pek eləyirəm. Görüm nətər qızdır. Heç onu görməmişəm. Mənə Furkan dedi ki, bir kız var, o sevgili, bu değil sevgili deyil. Sevgili deyilsə, onu özüm qarpuf götürəcəm. Görüm nətər qızdır. Qəşək qızdır mı? Qəşək deyil. Allah haqqı baxmamışam ha. Görüm nətər qızdır. Yo şirniyyat yemirəm. Yo qəti sürətdə mən şirniyyat yemirəm. Ma olmaz. Üzüm gözüm usaz şeyli qızarır. Mənim dəri problemim olur. Yediyimə, içdiyimə həkim deyib diqqət eləməlisən bir müddət. Qızarma verir dərimin altına. Xəstəsin, mən niyə xəstə deyiləm ki? Qaraciyər pinəmisi insanla xəstəlik yaradır da. O da yeməkdən. Ne deyirlər az ye, xəstəlik tapaslan? Ne deyirlər az ye, babuş xəstəlik tapaslan, az ye. 2 dəfə yemək yeyirəm, amma çörəyə çox yeyirəm. Çox yemək əlbəttə ki, xəstəlikdir. Bir dəfə getdim Qarabağ klinikasında yoxlatdım, şəkərə meyilliliyim var idi, bəli, 127 çıxdı. Amma indi bu Eldəniz ilə getdik, təzədən yoxlatdıq, 100, 105, 100 mi, 105 çıxdı. Öcü dedi ki, meyilli belə deyilsən. Bir dəfə yoxladığında, hə, dedi, meyillisən. 125 çıxmışdı, 125'e 127 yox, 125. Dodoma baxdı, dedi, meyillisən. Dana var, markadan alın. Şəkərim yoxdur, yox. Amma təziyim güclüdür. Ulaşı sevirdi. Ulaş da mənim yanımda. Mən şirinəm. Köftə olsam çəkiciyəm. Ulaş onu 1-2 dəfə peşik, yanağından, burasından öpüb qoyacaq ora. Başqasına baxacaq. Amma mən onu bütün gün əziz deyəcəm. Bax, tüylü damaşını yalacam ayağına. Tüylü. Ki evin içində ayağı altdan soyuqlamasın. Alo. Alo. Salam, babuş, necəsən? Sağ olsun, necəsiz? Kitabımı müstəqil Dönəm, onu burada dönəm. Mənim izləyicidən gizlin işləyim yoxdur. Başqa şeydir, birdən çıxart. Sən oğlansan, ne qadınlam, qadın səsindən danışır. Sən səsin oğlan səsidir. Çıxardırım. Amma oğlansın sən. Kitabıma söz deyirəm sənə, sən ustadicdir. Hə, de. Eşidirsən mi? Hə, eşidirəm. Məni dostlar, sən evində dostdur. Hə. Həyatda istifadə edildiyini uzaqlaşdım da. Həyatda istifadə edildiyini uzaqlaşdım da xanım. Yox, lazımdır, uzaqlaşdım da, istifadə edildi, uzaqlaşdım. Bir insan ki, məni evinə qoymaya, bizi istəməyə, ağzını gözünəyə, deməli bu insan istifadəyə gəlməm. Öz evimə içəri girməyindən canını açır. Bir salam elə kim eləmir, sapaş kişilik gəlir kim canını açır. Canlıya görə gəlir, canlısı qalxırdı, özünü tanıdırdı. Ben uzaqlaşdım da mən. Onu mənə əvvəl bir gündən Eldəniz dünyaya görən insan dedi. Babaş dedi, bu səmimi deyil. Bu gedir evinə, anası yaşın deyir belli anasına. Gözün ağardır. Şişəyə gəlir. Dostları ad gündə getmişdi. Dostlar bir şey deyir. Yalnız kiri. Gördüm dost diyor, səmimi diyor, uzaqlaşdım artıq. Ha. Bilirəm, tanıyıram. Kravatımı alıb elə. İndi 200 manat borcu qalıb, deyəcəm atsın. Bilirəm, hə, sən də özün orada qal. Hə, istifadə edir, canı sağ olsun. Allah baxır. Ha? Ha. Uzaqlaşdım. Əlbəttə ki, istifadə edir. Əlbəttə ki, istifadə edir. Ayıb deyil, ona ayıb olsun ona. Evinə getir, bir kəlmə canını bağlayıb, axşam bizi yığmadı, qapısının ağzından qayıtdım. Yaxşı, qutardı. Görmək bilmirəm.
Onu mənə əvvəldən evlənizdə demişdi. Hamısı da demişdi ki, babuş, o səndən istifadə edir. İstifadədən ötürü gəlir dana. Bir insan ki, mən onu üzbəyiz otur söhbət eləmir. Girən kimi canını açır, canında bağlayan sonra dur çıx gedirdi. Az başı, nə işlədirdim, ay sağ qurbanım, 2 dənə ördək olurdu, ay qadan alım. Haqsız danışmayın, qurban olmuşsa. 2 dənə ördək yolda, gəlsənə yolmasın. Məndən çox yeyirdi. Getmək yol pulunda verirdim. Sizdən alırdı 18 manat, kart paylaşa ki 18 manat. Getməyə mən verirdim çox vaxt. Çox pulgir insandır. Sevmədim ki, ancaq pul ağlayır, ancaq ağlayır, ancaq ağlayır, ancaq ağlayır. Nə olmaz? Mən de şükür mənə hədiyyə gəlir, mənə dəstək gəlir. Otur bütün gün ağlayır. Ancaq pul, ancaq pul, ancaq pul, ancaq pul. Bu insan ancaq puldur. Alo. Mikrofondadır. Hə. Çıxart mikrofonu. Onların dostuydu. Alo. Hə. Yəni hamı, sən hamıda düz deyildi ki, səmimi deyil. Yo, sənin sözün ki, sən əvvəl bir günə dedi ki, səmimi deyil də bu insan. Sözünü eşitmirəm, peşman oluram sonra. Sözünü eşitmirəm, peşman oluram. Sənlik deyil, sənin sözünü eşitmirəm, sonra peşman oluram. Sən biraz dünya görüşün, çox görsən, bir yığın, çox insanlar sənə yığın, məsləhət alır. Sən o qədər çox sözün düzün danışırsan ki. Yanlış. Sən mənə demişsən, sən mənə demirsən qoyma evinə. Emin, mənə demirsən, deyirdin sadəcə səmimidir. O da düz deyirdin də. Ama işte başımı bırakamam, kızsın ya. Durum koşanda uşaqlar, qara paltar geyinimdə bir kırmızı koftada pis taxın, qızla tanış oldum. Qurtardıqda da bitti. O mövzu kapandı. Dostundan kravatı vermişəm. İndi mesaj yazacağım ki 200 manat vermişsənsə 100 manat atmışdı. 300 manata satmışdım kravatı. Əgər şeydirsə, gəl 100 manatına papqatda kravatımı götürüb gətirəcəm. Açmaq lazımdır ki. Bir insanı Allah ağlayan, sen buradan kazanırsan. Bir insan ki ağlayırsa, bütün gün ağlayırsa, o insan Allah ruzisini əlindən alır. Kazanırsansa şükür eləməlisən. Bütün gün ağlayırsansa, mənim pulum yoxdur, pulum yoxdur, pulum yoxdur. Allah o insan əlindən alır. Vallahi alır. Deyməsə bu ruzini verəm, sən yox, bütün gün oturub ağlayırsan. İmam haqqı, bax, bu qənd kimi gözüm ağrısı, mən düz deyirəm. Mənim neçə günlərdir canını aşmıram, PK eləmirəm, PK deyəndə hamıya uduzuram, dəstəyimi, oturub ağlamalıyam. İndi şükür eləyirəm hər günümə. Mən onun haqqında işlə danışmır, sadəcə dedim ki, səmimi deyil. İstifadə elədi, o da bitdi. Çünki mənim evimə gəldiyi kimi biz də dostluq. Üzümüzə sağlıq deyil ya biz. Mən dedim ki, gəl sizə gəl, ağzını gözünü net istəmir ha. Deyil, ancaq mən gəlim oturum sizdə yiyim için bizə gəldi söhbəti yoxdur. Başa düşürsən, gəlim oturum, 2 dənə ördək təmizləyim, oturum yiyim içim. Bizə adı çəkmir ha. Qənd yerimdə, qəndə çayı xoşlayıram. Allah haqqı mən 5 adamın yeməğini yemirəm. Mən bir dənə çörək çox yeyirəm. 2 dənə baba, indi yeməğimi yedim, bir də gecə yiyəcəm və salam. Siz səhv danışırsınız, mən çörək çox yeyirəm. Çörəyi, baba, bir kütük çörək, təndi çörəyin qoyuram qabama, durub yeyib durum ayağa.
Elə bir yeyəni çörəyi çox yeyirəm. Mən yeməyi çox yemirəm. Allah hama haqsızlıq eləməyin. Mənim indiyənə kimi bir dənə nəyə kinəsə istifadə elədiyimi görə bilmərsiniz. Nəyə prim üçün kimsənin gedib evində yalaq qalandığımı görə bilmərsiniz. Nəyə prim üçün hansısa bir qızı qoşur sevgili. Düzdür, mən kişi xeylağıyam. Mənim bir gözəl qızdan xoşum gələ bilər. Mənim indiyənə kimi çox bir qız sevgilim olmayıbdır. Məktəb vaxtında eləmişəm, görmüşəm cavan oğlanın xoşum gəlir. O da görüm alınmır, mənə yazırsın səndən istifadə edir reyting üçün. Üçə sonra baxıram düzdür uzaqlaşıram. Amma mən o cavan oğlanam. Əlbəttə ki, mənim də xoşuma gəlir bir qız. Mənə telefonla zəng eləyirlər. Hamısı çoxsu piramid görünür zəng eləyir. Bəzəkli, düzəkli qızlar. Hamısı özünü tanıtmaq üçün zəng eləyir. Bu dəqiqə gündəmdə mənəm. Canlısında çox o insan olan mənəm. 10 minə yaxın bir insan olur. Tək canım kimsə yanıma qoyub canımı qaldırmıram. Tək canıma. Kimdən istifadə eləmirəm. Səmimi insanı cəmaat xoşlayır. Yatmacıq insanda çox deyir. Gedək bəzənək. Qız buradadır. Qoftamı gey dəyişməyə aiddir. Keşke başka giyinmişim. Ki kız bana baksın, desin öyle ki şey yaraşıklı oğlandı. Keşke başka giyinmişim, ha tamaşaçı. Keşke başka giyinmişim. İlk tanışımda. Bana belə yazıblar ki, baba çox qəşəng qızdır. Çox qəşəng qızdır. Saçımı da yukarı. Yazın görün, gelin bakın görün gözlüyor beni. Özüm aşık oldum Allah. Allah bu ne yaraşıktı Allah. Allah bu ne güzellikti Allah. Bu ne şirinlikti Allah. Allah kız olsaydım özümünü yemiştim tartım. Oh ne güzel ne yaraşıklı az. Toxumdan da vurum. Paris'ten gelme toxum. Bu ne yaraşıklı bir ağır verdi ya. Ne güzel yaratmışsan beni. Sakızını da koyma ağzıma. Yumurta yemişim de yumurta iyisi gelmesin. Ne güzeldi, ne yaraşıklıktı verdi ya. Yaratmışsan hiç meraklamamışsan. Yo bu, cibimde sanan sakız. Nətər oldum ha uşaqlar? Sen Allah kişi kimi. Sakız çiğneme. Nətərəm? Rubaşqam necədir? Ne yazı? Su. Bir ne yazı? Natalya yazı ki meşhur olmuşsan verirler. Tut biraz. 4 ilde TikTok'ta yemeği. 4 ilde yüksek yayınlarla. O
Dün bugün 5 bin 6 bin adam görüb ama babaş il 4 ildə yüksək 20 bin 10 bin 15 bin 40 bin izləyici görüb. Mən pozğun sözlər danışmıram, pozğun sözlər danışmıram, pozğun sözlər işlətmirəm. Kimlə kimi müqayisə edirlər. Qız, at. Hanımlar, bax, şahidsiniz. Görün mənlə gözüm çəkirlər, bax. Atqili bir xanımdır, o görək. Bəli, Alo. bəli. Salam aleyküm Babək. Necəsən? Salam. Babək, səndən bir söz soruşmaq istəyirdim. Yazmışdım burada sizdə WhatsAppda. Qoy xanım, qoy, görün bu qız nətər qızla ailə quracam, gözlə. Görün. Sağ ol, sən nə tərsən? Siz idiniz bayaq zəng eləyən. Biz yaxına gəl, sifətini yaxına gətir. Qəşəksən. Çok sağ ol. Sen ne geç olmuşsun? Çox sağ ol, sən necə qəşəksən. Çok sağ Sən ol. belə durmurdun. Ne ter bildirdin bəs? Bunun dedim qəşəksən. Sizin bağız dizində yumrudu. Saçında qapqara. Harda olursunuz? Mən Sumqayıtda qalıram, amma mənim dükanım Bakıdadır. Bəlkə koftan da qəşəng idi sənin. Yox, sarıydı. Qırmızı da sənə yaraşır, narahat olma. Mənim oyuncağımın da qırmızı koftası var. Mənim diklərimin mavi, pəmbə rəngdə, boz, bardo rəngdə, bilmem, roz rəngdə koftaları var. Nə gözəl. Benim de bir şeyim var. Sonra Mən ne? sənə hədiyələr atırdım. Sən görmürdün, mənim attım hədiyələri. Yo, mən səni tanımır ama. Allah tanımır. İndi gördüm Allah haqqı. Çox sağ ol, telefon evi çox sağ ol. Hə, indi sən mənə de ki, sən hansı ətirdən istəyirsən? Mən Sən. kim idi sahədə yatan orada? Telefon evi də atır mənə. Telefon evi. Hə, də yeni atır. Tanıyırsan? Hə? Ha. Dostumdur. Heç nə hər şeydən danışaq. Hə. İndi sən mənə də görüm hansı ətirlərdən istəyirsən? Nuye varında Nuye. Nuye. Nə? Nuye. Nuye. Hem Nuye hem de Nuye. 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 Ondan yoxdur, yox. Amma belə baxa bilərəm. Baxım görüm depoda varsa gətirdirə bilərəm sənin üçün. Yo 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 aşağı Nuye Nuye. Nuye. Neçə yaşınız var? 20 yaşım var mənim. Haqqı 10 yaş balacasan, məndə də 30. Həqiqi. Amma çox Ali yox. təhsilliyəm, oxumuşam. 3 dənə yataq otağım var. Üçünü də içində doldurmuşam. Yəni qəşə ev eşi tək tənha əlimdən dəriş gəlir. Hə. Qapım Gördüm sən ördəklərin, toyuqların da Hə, var. ördəklərim, toyuqlarım hamısı var, çoxdur da yəni. Özüm də ali təhsil oxumuş adamam. Hamısına özün baxırsan? Hamısını özüm baxıram. Bəs qəşə yemək bişirə bilsən? Hər şey, hər şey. Əlimdən. Elə qəşə bişirəm ki, belə 5 barmağın 5-ində yalayıram. Zatlı yeməklərimdən. Ən çox sevdiyin yemək yumurtadır deyəsən. Ancaq yumurta yeyirsən, yox? Yo, o da səhər yeməyimdir də. İndi mən səhər yeməyimi yerim hal-hazırda. Səhərlər ancaq yumurta yeyirsən? 10 yaşdadır. Təpəyən haqqı 10 yaş nədir? Qız yaşda olur. Ya mı yazı ki, qızın yaşdadır? Başım batsın, nasıl yalansa qızım? Hara qızım yaşdadır? Çox da qəşək.
Sən haranı bitirmisən? Mən rəssamlıq qurtarmışam. Rəsm müəlliməsiyəm. Ətir satırsan Sumqayıtda. Sumqayıt yox, Bakıdadır. Dükanımı göstərim sənin üçün. Göstər. Hə, bax. Bax. Bax, burada güzgün var. Burada da ətirlərim. Çox sağ ol. Saçını bir belə elə görüb, bax bunu götür buradan bura tək baxım görün sən. No. Mən onu gətir hamısını ora. Belə. Vallahi bilmirəm. Heç kimə cavab vermə ha, heç kimə. Yaxşı. Rəşad çox da. Mən hal-hazırda qıpqırmızı qızarmışam bax, bir dəqiqə utandım biraz. Həyəcanlıyam, amma indi keçər gedər. Hə, niyə heyecanlısan ki? Ne bileyim ürəyə baba buram var. Küf buldu bax Allah'ım olsun. Elə biləm ki nəsə olur. Ne bileyim az, ne bileyim küf. Nə bürcüsən? Dedilər əkizlər bürcüsən. Hə, sən nə bürcüsən? Mən qoçam. Qoç. İndi mənə ha vaxt göndərsən ətiri, yadigar saxlayım. Ürəyin nə vaxt istəyir o vaxtı göndərəcəm. Arzum, çox sağ ol. Poçla göndərəcəm. Ürəyin nə vaxtsa o vaxtı göndərəcəm sənin üçün. Sən nə vaxt göndərməyimi istəyirsən? Nə vaxt istəyirsən? Yaxşı. Onda sən mənə adresini atarsan, poçt adresini falan. Səni göndərərəm. Harda qalırdın sən? Bərdədə. Bərdədən. Bərdən harası? Bərdənin özü. Özündə qalırsan. Yəni. Hə. Sən özün haralısın, hoppaq deyə, ən təhməlisən, qara qız deyilsən, hoppaqsan. Tam mənim, yəni tərəfdə deyərlər, eyni. Mən Arıqsan da, eləmi? ağam da yəni. Arıqsan da, kök deyilsən. Yox, kök deyiləm, arığam mən. Bizdə şirindir. Az bir dayan da, apa, sırasıdır, sən danışaraq da, oy. Kimdir səni belə yığan test? Nə biləm, xanımlardan patxod eləyirlər, mən də şey eləmirəm ki, yəni tutuq verən deyiləm heç kim olsun. Qəşə yaraşıqlı oğlan sana patxod eləyərlər. Təşəkkür. İndi o nömrə odur da, sənin vurduğun yazdığıma nömrə. Hə. WhatsApp-ı da var, elə? Hə, var. Sallam yaddaşa indi o nömrəni. Tamam, tamam. Gələcəm, dükanında da qəşəng bir video çəkəcəm. İnşallah, inşallah gözləyirəm səni. Hə, gəl çəkib paylaşacağam. Nə vaxt gələrsən? Qəşəng. Amma mən gələndə qəşəng, bir sən nətər geyinəsən. Nətəcə? Mən indi gəlirəm, bir çəkinə gəl. Qəşəng saçını belə yığ görməkdən yaraşır. Bir belə tut saçını. Belə tut. Papuz. Hə, qaldır. Belə tut, buradan belə tökəsən, qıpqırmızı da geyinəsən. Ayaqqabında sumkan belə qıpqırmızı olmalıdır. Qıpqırmızı. Uzun, hə, uzun geyin, uzun. Qıpqırmızı. Hə, məni elə qarşılayarsan. Mən də bax belə qapqara geyinib, keçən saçımda jile eləyəcəm. İndi jile eləməmişəm. Saçımda jile eləyib gələcəm. Həm oturub içərik, çay içərik. Qormayı pulu mənlikdir. Pulu mən verəcəm çayı. Mən burada çayım da var, burada da çay içə bilərik. Bax, şinyatlarıma bax hamısı. Yox, qənd yoxdur. Qənd də var, burada qənd də var, de. Hə. Qənd də var, şokolad da var, burada hər şey. Lokum da var, bax. Lokum? Hamısı var həm. Lokum nədir? Yeməmişəm. Lokum. Yeməmsən, inşallah gələrsən, burada yeyərsən. Bonaguan var, bonaguan. Banoqa alaram sənin üçün. Hə, ondan xoşlayıram çay içməyə, bonaguan, ondan da alarsan. Hə, oturarıq, çay içərik, biraz danışarıq. Mən keçmişimdən danışacamsa, sən də mənim keçmişimdən danışarsan. Keçmişimdən, tamam. Keçmiş yəni nə?
Biraz da özümü sağ tanıtırım da, yani. Tanımaq üçün yəni. Ha, tamam. Yandaki kimdir? Elə bir sahnəsi eləyir. Ona baxsın. Kadırqandı, gəl özünü göstər. Kadırqana baxım görün, dostumdur da, indi da. Değer dudan iki saçını gördüm ağız. Kəpləsləri görsün də, gəl. Tamam, salmaz oturacağıq. Məni bu qədər görsən bəsdir. Daydı kartuşka. Biz de bir baxaqdan karta baxdılar görmədik də. Görün. Padırqanızın saçı da qəşəkdir. Bax ona da ya, padırqanız da qəşəkdir. Öz saçını. Atma da tosu. Tosun tanıyırsan? Azə yəni. Mənə də kartuşka atıb bütün günü. Aynen. Hə. Oynamıyorsan ha ondan. Heç kimlə. Rəşad çox sağ ol. Zakon. Mən nə deyəcəm o olacaq. Nədir? Mən nə deyirəmsə olmalıdır. Evin böyüyü, evin kişisi hal-hazırda özüm olduğum için nə deyirəmsə olacaq. Sən də mənim önümdən oturtursan, mən də sənin kimi oturturacağım. Madem sən belə yeri yaşam, o yeri yaşam. Tanışdığıma da şad oldum. Adın nədir? Elnure. Elnure. Səndə də Babək. Məndə Babək. Bilmirəm. Nə yazırlar orada? Deyirlər ki, nə deyir bu? Nə deyirəm? Görmüşsün nə deyirəm? Bax, başlıq, bax, bir dənə söz, mənə pek eləyirsən, indi tutaq ki, mən onun önüyəsən, söhbət eləyəsən, hamısı başlayacaqlar şey eləməyə, direklərdə sayı yazmağa. Qəti sürətdə, ha. Bax, elə bir qızla danışdım, başladılar bizi aralamağa. Hə, mənim keçmiş dəstəkçilərim gəlib sahəd yatacaq, qəti sürətdə, ha. Başa düşdü. Heç kimə. Hadi yatdı. Çox sağ ol. Bir kəlmə belə. Sən məni əvvəl heç görməmişdin. Yo, inan Allah səni birinci səfərdə gördüm. Bir dəfə də görsən məni. Görməmişim. Mən TikTok ilə baxmıram ha uşaqlar. Ulaşın sevgi. Ulaş da kim oluyor az? Ulaş da kim oluyor benim yanımda? Boyun puxunu mu var? Boylu puxunlu. Ali təhsilli, tərbiyəli. Nə istəyir? Ulaş. Yox, qalaş. Sən Ulaşla PK atmışsan. Ha? Sən ona PK atmışsan. Atmışam, elə bir tanımıram. Bir-iki dəfə Furqancıl qoşdu Beklərdə. Dostluq da, yəni elə belə. Qız gözəldir, hə. Ağapoq bey. Yəni elə qara qız xoşlamıram, ha. Heç nə, qəşək tuxu göndərəsən. Ha, bax göndərəsən. Vurmağa belə qıydıyacam. Yəni, kravatımın başından asacam. Elə göndər ki, belə qəşək ürəkli saatdır. Kravatımın başından asacam. Qəşək saat. Vurmayacam, ha, elə saxlayacam. Yaxşı. Amma yox, hərdən bir vurub çıx şöyle bir hamı desin ki, baboş gəlir. Məsələn, Babək gəlir desinlər. Yaxşı. Hə. Daha ayrı heç nə. Axşamlar da Mən orada göndərəcəm, gələndə gətirərəm, yaxşı. Axşam da pek eləyərik. Mənim hal-hazırda indi Rubaşkamı sağa görə geyindim. Bunu çıxardıb gedirəm toyuqlarına yemək verməyə. hə. Sən neçə vaxtdan bir toyuqçana yemək verirsən? İndi mən gecikmişəm. Ben indi gedib verməliyəm. Hə, bildim. Sağ ol. Çok küçük kızdı. Çok da şirin. Hemşe böyle kal. Çox sağ ol.
Gel keşke TikTok'ta çekeceğim dükkanımda. Gələrsən, Ceyran inşallah hanımlara gələr. da diyeceğim gelsin ehtir alsın senden. Çox sağ ol, çox sağ ol. Şimdi sen benim etirimi gönderersen. Bir daxırıncı olsun ha benim canlıma girməyini. Eşitdim. Sırtıq matralka. Tərbiyəsiz. O gün danışdığı sözə bax hələ bir bunun. Nə Heç deyir? nə, bilimcik. Çıx hələ. Heç nə, sənlə deyiləm. Qolunu nətər eləyim, onu çıxıb atın bloka, bir də mənim yanıma gəlməsin o. Bax, mənə yalvarırdın ki, gəl qal bizdə. Ha. Mən də ki, bir dənə qəşək hündüşka aparacağım, hədiyəm odur, qəşək paketləyəcəm, belə qəşək güllə salına, belə qəşək pişirsin, yesin. Neyini ki gülü? Qıza yaş gül al, neyini az gülü? Solmuş gül. Hə, var güllərimə hamısı Neyini oldu az mən. gülü deyil, qəşək sabir dənə. Ətli hündüşka gətirəcəm, yiyəsən həmişə mən xatırlayasın. Ayda, o da zaman nədir? Qəşək soz elə, böyründə də bir dənə pomidor şorabası özüm qayırdığımdan gətirəcəm, ha. Yiyərsən. Yaxşı. Babuş, kendim ettim ah be babuş. Pomidor şorabası nədir babur? Pomidor şorabası bilmirsən, onu bankada qoyursan, Aa, pomidor turşusu deyirsən. Bizdə şorabadır. Hə. Ha, pomidor şorabadır. Aynı elindən görsüz qızla oturub danışan. Bu nədir mənə xortumdan alırsın? Ayıbdır. Ha. Jaket giymişsən? Yo, şeydir, koftadır. Allah, ne qəşək. Figuran da qəşəkdir. Sağ ol. Allah haqqı. Sağ ol. İşte mən gedirəm, yazacağım sağ. WhatsApp'da danışam. Bana yazma WhatsApp'da. Oldu, sağ ol. Gedirəm. Be babuş, kendim ettim ah be babuş. Sevil